Onu milyonlarla insan Cəbiş müəllim kimi sevdi. Amma heç kim bilmirdi ki, kamera sönəndən sonra bu gülərüz insan hər axşam divardan asdığı bir şəkillə saatlarla danışır. Çünki həyatının ən böyük sevgisini qollarında itirmişdi. O gündən sonra isə onun həyatı heç vaxt əvvəlki kimi olmadı. Bugün sizə böyük aktyor Süleyman Ələsgərovun çox az adamın bildiyi həyat hekayəsini danışacağam. Belə ağır günlərdə sən öz yoldaşlarını yollatmaq istəyirsən. 20 iyun 1915-ci ildə Bakıda dünyaya gələn Süleyman Ələsgərovun taleyi heç də səhnə ilə bağlı görünmürdü. O, əvvəl maliyyə texnikumunda oxuyaraq iqtisadçı diplomu aldı. Bununla da kifayətlənmədi və həkim olmaq arzusu ilə Azərbaycan Dövlət Tibb İnstitutuna qəbul olundu. Hər şey plan üzrə gedirdi. Hamı gələcəkdə onun ağ xalatlı bir həkim olacağını düşünürdü. Amma taleyin onun üçün tamam başqa bir planı var idi. Amma yadınızda saxlayın. İcazəsiz quyruq qırxmağa heç kəsin ixtiyarı yoxdur. Bəzən insanın taleyini dəyişmək üçün cəmi bir təsadüf kifayət edir. Süleyman Ələsgərovun həyatında da məhz belə oldu. 1928-ci ildə Dağıstandakı pioner düşərgəsində uşaqları sıraya düzmüşdülər. Hər kəs nömrəsini rus dilində deməli idi. Süleyman Desyat, yəni 10 dedi. Növbə arxasındakı oğluna çatanda isə o Adinnatsat əvəzinə inadla Desyat adını söylədi. Hamı gülməyə başladı. Amma Süleyman hamının güldüyü o qəribə oğlanda fərqli bir səmimiyyət gördü və onunla dostlaşdı. İllər sonra həmin oğlanla yenidən qarşılaşdı. O oğlan artıq gələcəyin məşhur aktyoru Əliağa Ağayev idi. Əlbəttə, çox istedadlı oğlandı. Amma uşaqdı hələ. Əliağa ona təəccüblə baxıb dedi: "Sən ki teatrı, kinonu sevirdin. Niyə həkim olursan?" Sonra da gözlənilməz bir təklif etdi. "Gündüz universitetdə oxu, axşam isə bizim teatr dərnəyinə gəl." Süleyman bu təklifi qəbul etdi. Əvvəlcə bunu sadəcə bir məşğuliyyət hesab edirdi. Amma hər məşqdən, hər tamaşadan sonra səhnəyə sevgisi daha da artırdı. Günlər keçdikcə tibb kitabları ondan uzaqlaşdı. Teatr isə həyatının ayrılmaz hissəsinə çevrildi. Sonralar həmin günləri xatırlayarkən belə deyirdi: "Bəlkə də mənim aktyor olmağımın əsas səbəbkarı Əliağa idi. Əvvəlcə səhnəyə maraq üçün getdim. Daha sonra isə bu sənətin aşiqi oldum." Mərhaba, xoşuma gəldin. Anaya kömək eləmək lazımdır. 1936-cı ilin martın 9-u Süleyman Ələsgərov müsabiqə yolu ilə Gənc Tamaşaçılar Teatrına gedir. Bu teatrın səhnəsində fasiləsiz olaraq 63 il səhnəyə çıxır. Aktyor 2 dəfə ailə qurub. İlk dəfə tanış olub evləndiyi qadından bir qızı olub. Lakin qısa müddət keçəndən sonra onlar ayrılıblar. Ayrıldığı xanım isə gənc yaşında dünyasını dəyişib. Aktyorun qızını anası saxlayıb. Növbəti evliliyi isə bacısının rəfiqəsi ilə olub. Hər gün bacısı ilə tamaşalara gəlib baxan Leyla adlı qız aktyorun könlünə yatır. Ancaq qızın atası "Mən qızımı aktyora vermərəm" deyib elçiləri əli boş qaytarır. Qızının hərisini isə növbəti elçilərə verir. Leyla xanım anasının köməyi ilə Süleymana qoşulub qaçır. Bir müddət sonra Leylanın atası onların evlənməsinə razı olur. Mən neynim axı? Müharibəni mən başlamamışam. İkimizi də Allah öldürsün, səni də Hitleri də. Süleyman Ələsgərov Azərbaycan Film Kino Studiyasında istehsal olunan bir neçə filmlərdə çox kiçik epizodlara çəkilib. Onun ən populyar və iri həcmli ekran obrazı Bizim Cəbiş müəllim filmində əsas qəhrəman olan Cəbiş müəllimdir. Aktyor bu rolda özünü ifa edir. Belə ki, o, həyatda da Cəbiş müəllim kimi sakit, sadə insan olub. Bu obraz Süleyman Ələsgərova çox böyük məşhurluq gətirir. Adamlar onu küçədə görəndə Cəbiş müəllim deyib qışqırırlar. Aktyor isə bundan əsəbləşib deyirmiş ki, "Axı mənim öz adım var, öz adımla çağırın." Düşmən cəzasına çatdı. O indi sizin ayaqlarınızın altındadır. Aktyorun sözlərinə görə filmin rejissoru Həsən Seyidbəyli film tam hazır olana qədər onun ifasından razı deyilmiş. Süleyman Ələsgərov müsahibələrinin birində bu haqda belə deyir: "Bir dəfə də olsun demirdi ki, yaxşı oynayırsan." Film hazır olandan sonra sakitcə oturub baxdı, sonra dedi: "Əhsən, qiyamətsən." Bu sözdən sonra mənim canım da rahatlandı. Sonra cəmaət də tərifləməyə başladı. 1970-ci ildə bu obraz Minskdə keçirilən festivalın qalibi oldu. Mən gedim direktordan xahiş edeyim, sizi dərsdən azad eləsinlər.
Aktyorun qızı Sevil Əhədovanın sözlərinə görə anası olduqca qısqanc və hökümlü qadın olub. Bizim Cəbiş müəllim filmində Süleyman Ələsgərovla Şəfiqə Məmmədova yataq səhnəsinə çəkilməli idilər. Aktyorun xanımı bunu biləndə bərk əsəbləşir. Ya həmin səhnənin dəyişdirilməsini, ya da həmin səhnəyə çəkilməməsini tələb edir. Aktyor filmin rejissoruna bunu deyə bilmir, ancaq izah edir ki, bir müəllimin yataq səhnəsində görünməsi filmin ötürəcəyi mesaja xələl gətirə bilər. O istədiyinə nail olur. Həmin səhnə çəkilmir. Amma böyüyəndə bilsələr ki, onların atası fırıldaqçı olub, utandıqlarından yerə girəcək. Filmdə Süleyman Ələsgərov üzünü qırxan zaman arxadan Şəfiqə Məmmədovanın onu qucaqlaması da aktyorun xanımının xoşuna gəlməyib. O, buna etiraz edərək deyib, bu səhnəni başqası ilə əvəz etmək olmazdı. 1985-ci ildə aktyorun çox sevdiyi xanımı infarkt keçirir. Aktyor 5 il həyat yoldaşını xəstəxanalarda gəzdirir. Günlərin birində onlar ailəvi bir toy məclisinə gedirlər. Onlar toyda rəqs etdikləri yerdə Süleyman Ələsgərovun xanımının qəfildən vəziyyəti pisləşir və aktyorun qolları arasında dünyasını dəyişir. Bu gözlənilməz hadisə aktyora böyük zərbə olur. Onu saatlarla sevdiyi qadının cansız bədənindən ayıra bilmirlər. Şalvarınız batıb Cəbiş müəllim. Nədir bu belə? Sabuna oxşayır. Həmin hadisədən sonra aktyor böyük depressiya yaşayır. Özünə qapanır. Heç kimlə kəlmə kəsmir. Xanımının şəklini böyüdüb evin divarından asır. Bəzən saatlarla şəkillə üz-üzə oturub söhbət edir. Şəklə baxaraq fortepianoda xanımının sevdiyi mahnıları ifa edir. Onu yenidən həyata qaytaran doğulan qız nəvəsi olur. Aktyor nəvəsinə Leyla adını verir. Yaxınlarına deyir ki, mənə elə gəlir, Leyla geri qayıtdı. Sabunun pulun gəl yarısını verək ona yaxşı. Bundan sonra biz onlara həmişə kömək eləməliyik. 1998-ci ilin dekabr ayında o xəstələnib yatağa düşür. Ölümünə bir gün qalmış, dekabrın 9-u saat 9-un yarısında qızının yanına çağırıb deyir: "Ananı niyə qapıda saxlamısan? Burax, gəlsin içəri. Mənim vaxtıma hələ var. Saat 6-ya 20 dəqiqə işləmiş, gedəcəm." Gecəni narahat yatan Süleyman Ələsgərov dekabrın 10-unda səhər saat 6-ya 20 dəqiqə işləmiş, dünyasını dəyişir.